Elhamdülillahi Rabbil Alemin. Salatu ve selamu ala eşrefil enbiya ve murselin. Seyyidina ve ala alihi Sadəcə kitab oxuyuram, istəyirəm sizinlə bölüşəm. Kitab deməli Şeyx Albani barədədir. Təkfir cəmaatının nəsihətidir. Kitabın adı Təkfir cəmaatının nəsihət Şeyx Albani. Və kitab nə fərqlənir, yaxşıdır, seçilir. Birinci, yazan bunu təkfirçilərin dəstəsində olur. Özü danışır ki, Şeyx Albani necə görüşdülər birinci dəfə. Şeyx Albani də ehtiyac yoxdur tanıtdırmağa. Böyük alimdir. Özü Albaniyada doğulub. Sonra bu Albaniyada biraz hakimiyyət tərəfindən sıxılanda deyin, atası alim olur, Hənəfi alimi, Şeyx Albani. Və onun nəticəsində atası gəlir Şama, Suriya. Köçür ora. Tərk edir ölkəni, köçür ora və Şeyx Albani hələ o vaxtdan orada oxuyur və şeyxin də böyük xidməti var elmə, sən Peyğəmbər sansı sünnəsinə, yoluna, hədislərə. Çünki özü saatsaz olub sənəti, rahiməhullah, yəni öz pulla qazanan, öz zəhmətinlə çalışan insan idi. Və sonra bu elmə başlayanda gecə-gündüz elmə sərf edirdi. Hərdən elə olurdu ki, kitabxana bir var idi Şamda. Kitabxanaçı yaddan çıxardırdılar onu. Sonra çıxır, elə bildilər ki, sakitliğimiz heç kəs yoxdur. Qapını bağlayıb çıxıb gedirdilər. Və sonra gəlib gördülər ki, səhərəcən şeyx oturub kitab oxuyur. Və hətta kitabxanaçı müdürü təəccüblənir şeyxin hərisliyinə, elmə, mütaliə eləməyənə, kitaba. Hətta yer ayırırlar onun üçün. Otaq, kitabxanada. Deyirlər ki, sən gəl, otur günə, oxuy. Nə qədər istəyirsən. Və nə qəribədir, deyə bilərsən ki, kitabdır da, nə var orada oxumaq? Elə deyil. Birinci kitab, adi kitablar deyil. Şeyx çox var, əl yazma oxuyurdu. Biri var, çap olunan kitablar, biri də var, əl yazma. Əl yazma daha ağırdır. Aydındır, daha çox göft istəyir. Diqqət istəyir. İndi nə var? Məsələn, kitabxanada çap olunan kitab, mətbəədə çap olunan rahat da olar, oxumaq. Hətta bəzən görürsə, hərəkələr də qoyurlar ki, rahat olsun. Amma əl yazma tamam başqadır, ağırdır. Və şeyx və kompüterdə yox idi. Kompüter hələm təzə-təzə başlayırdı. Ne üçün onu deyirəm? Çünki indi məsələn, adi bir dənə mövzu hazırlamaq üçün götürürsən diski, orada 10.000, 30.000, 100.000 dənə kitab var içində. Yazırsan bir dənə söz, bütün o söz hansı kitablarda var gəlir, oturursan, hazırlayırsan, çıxartdı, kitab çıxdı. O vaxt belə deyildi. Kitablara hamısını oxumalıydı. Yadında qalmalıydı. Qeydlər, vərəqlər, yazıntı, əl yazmalar özünün. Yəni, çox ağır iş idi. Çox ağır Şeyx Rahimullah böyük iş görüb doğrudan. Və elə abu-havada şeyx böyük sünnətə, böyük xidmət elədi. Çıxartdı Peyğəmbər salsın hədisləri, elə hədislər ki, əl yazmalarda idi. Çox vaxt görürsən ki, müsəlmanlar ona heç fikir vermirdilər, oxumamışdılar. Və ya məşhur hədis deyildi, şeyx məşhurlaşdırdı. Yəni, böyük xidməti doğrudan. Və deyir ki, müəllif özü təkfirçi olub, deyir, necə şeyxlə birisi də görüşdük. Deyir, biz təkfirçi idik. Təbii ki, hamısı kafir görürdük və s. Deyir, şeyx eşitdi bizi, çağırdı bizi söhbətə. Biz dedik ki, biz gəlmirik. Sən gəl, lazımdırsa sən gəl. Çünki necə fikir verirsiniz, bu təkfir fikri bəlalarından həmçinin insanın qəlbini möhürləyir və həmçinin əxlaqını koruyur. Əxlaqını koruyur. Yəni, fikir verirsiniz ki, o fikrə düşənlər əxlaq 0 dərəcəsini çatır. Yəni, insanlara dil uzatmaq. Çünki təkfirin nəticəsində artıq söyüşdə
rahatlaşır. Yəni, görürsən ki, böyük alimlərə dil uzadılar. Yəni, sövmək, təhqir eləmək, böhtan bir köpüklik, fikirləşməmək ki, böhtan ola bilər. Qeybət, hələ heç pul da yoxdur, köpük, sıfır. Şeytan vəsvəsələdir, cahillikdir. Və şeyx deyir ki, o böyükləri olur, əmirləri, çünki bilirsiniz ki, o cəmaatlar kökü İxvan Müslümindir. Müsəlman qardaşlar təşkilatı. O da siyasi hərəkatdır. Hansı ki, Amerikada oxuyan Seyyid Qutub gəlir, o siyasi hərəkat qurur işirdə. Onların qaydasından istəyir gəlsin parlamentə və s. Yəni, əsas məqsəd hakimiyyətdir. Və elə indi ki, təkfir cəmaatda, cihad və s. Hizb-ı Təhrir, neysə, o firqələr ki var, müasir siyasi hərəkatda, olan kök hamısı müsəlman qardaşlardır. İxvan Müslümindir. Yəni, kökləri İxvandır. Sadəcə bölünüblər. Bölünüblər. Hələ İxvanlar özləri neçə yerə bölündülər və s. Neysə, ola bilər indi bu söhbət əsnasında bəzi məsələləri toxunacaq inşallah. Çünki bəzən qardaşlar ümumən bilirlər, o təfsilata biraz gedə bilməyiblər. Yəni, orada incəliklər var. Yəni, bütün bu dəstələr ki, yoxdur siyasi hərəkatlar, bu təkfir zat, bunlar siyasi hərəkatdır əslində. Sadəcə, bunlar ət qalbasına gəlirlər məsələyə. O birisilər parlamentlə, o birisilər cihadla. Lakin kök hakimiyyətdir, əsl məqsəd hakimiyyətdir. Yəni, sələflərin əsl məqsədi tovhiddir. Yəni, şirki aradan aparıb tovhidi gətirmək. Bunlarsa əsas tovhid eliblər hakimiyyət. Və şirki də eliblər hakimiyyət. Tovhiddən danışır, hakimiyyətdən danışırlar, şirkdən danışır, hakimiyyətdən danışırlar. Hətta kalbasana da hakimiyyətə aid ediblər. Ona görə şeyx böyükləri olur, əmirləri, yəni ne üçün deyirəm, İxvan Müslümindir. Bunlar dəstə olan ki, 5 nəfər bilə əmir olmaq lazımdır. Əmir də İslamda 2 növdür. Ya dövlət başçısı, yəni əmirlər, hansı ki onun əlindədir, əmir sahibi sayılır. Bir də şəriətimiz icazə verib, səfərə çıxanda əmir təyin eləmək. O da birinci əmirdən fərqlənir, çünki birinci itaət eləmək lazımdır, beyət və s. Qaydası var onun. Amma bu isə, bu əmir, səfərdəki olan beyət zad lazım deyil. Sadəcə səfərdə olan müddətdə əmirli olur. Əmirlidir. Və salam. Şəriət 2 əmirə icazə verir. Bunlarda əmirlər doludur. Mini əmirlər, məhəllə əmirləri, şəhər əmiri, aydındır, sonra qitə əmiri və s. və s. Əmir bunlarda seçilən əlamətdən olan, yığışan kimi deyirlər, mütləq əmir olmalıdır. Və əmirləri deyir ki, bunu danışan bu qardaşdır, yəni müəllifdir. Əmir deyir ki, yox, o böyük alimdir. Gedək biz onun yanına. Nəsə deyir, gəldik şeyxin yanına, başladıq. Deyir, neçə saat çəkdi söhbətimiz. Deyir, şeyx alim, deyir, biz hələ bir küfri, zülmi, fasiqliyi hələ bir mənalı başa düşürdük. Hamısı kafir, hamısı böyük. Hamısı böyük. Nəysə, deyir, söhbət əsnasında da fikir verirdim ki, biz nə gəldi, belə əxlaqsızlıq danışırdıq, qışqırdıq şeyx üstə, belə ələ salmaq sözlər işlədirdik. Deyir, kimsə ayaqlarını uzadırdı, kim belə uzanırdı belə. Amma deyir, təəccübləndirdi məni ələ şeyxlə danışanda ki, şeyx hələ bir qaydada oturmuşdu. Fikir vermirdi ələ şeylərə. Yəni, görür ki, Qurandakilər cahildirlər. Deyir, nəysə söhbət əsnasında deyir, bir neçəmiz qani olduq. Çünki səhərçi gün sonra şeyx yenə istədiyi gəlsin, bu vaxt özü gəldi. Şeyx özü gəldi, çağırdıq ki, gəlsən. Özü gəldi, oturdu. Deyir, əlhəmdə qani olduq bəzilər. Bəzilər qani olmadı. O qani olmayanlar sonra bir çıxdılar dindən. Mürtəd oldular. Biri getdi, məhz o qani olmayanlar var idi ya. Hansı ki, şeyxi qarşı orada şeylər. Onlar sonrada deyir, sonda biri getdi, kommunist oldu. Mürtəd oldu. Biri çıxdı dindən. Doğrudan əhlədir. Yəni, xüsusən o dəstələrə fikir versin,
xüsusən başçıları sonda çıxırlar dindən və ya artıq şey eləmirlər, rayət eləmirlər heç nəyə. Və şeyxin də söhbəti mühümdir, çünki şeyx ittiham olunub murciə söhbətinə. Və bilginən ki, bu murciə bu şeyxə bir dənə deyil, sadəcə bu müqəddimədir. Yoxsa belə onlar sonra biraz olan arasında biraz qızışan kimi, elə bir ki, qarışan kimi, sonra Şeyx Albaniya, Bin Baza da deyirlər murciə, Hüseyminə də deyirlər murciə, Fovzana da deyirlər və s. Lakin Şeyx Rahimullah hədəfdədir. Və nə üçün Şeyx hədəfdədir? Şeyxin tələbələri hədəfdədir. Tələbələr vurulur və hərdən şeyx özü vurulur, aydındır. Ona görə fikir verirsiniz, məsələn, onlar aşağı təbəqəni vururlar. Birinci mərhələdə, yuxarı təbəqəni vururlar. Çünki gəlib avama düşün ki, Şeyx Bin Baz, avama deyir ki, onu nə danışsın? Yəni, bu kadar sən ara. Yəni, o oxuyub, sən heç yanda oxumamsan, sən kimsə danışsan. Amma ona görə birinci aşağı, məsələn, fikir verirsiniz, burada da, məsələn, qamətçi, zat. Əslində, mən məyər nəsə qeyri-adi bir şey demişəm. Nəsə gətirmişəm özümdən, ixtira eləmişəm. Yox. Mən sadəcə və başqa qardaşlar alimlərin dediyini demişik. Lakin fikir versən, lakin sənə deyəndə o olağını çəkmir. Anlatmaq üçün deyir, o bu qamət. Amma qamətçi də öyle bir ya. Bu alimlər deyib, qardaşlar. Ona görə Şeyx Rahiməhullah böyük alimdir və əlhamdülillah murciəlikdən uzaqdır. Özü Şeyx Rahiməhullah ircalığa rədd edib, nə qədər və Şeyxin əlhamdülillah tələbələri də buna şahiddir, dostları da, yəni Şeyxin hələ kifayət ki, Muhammed ibn İbrahim məsələn, Şeyx Şeyxi tərifləyir və həmçinin İbn Baz Şeyxi tərifləyir. Ümumiyyətlə və Racihi, çünki moddadırsa Racihi Şeyxi tərifləyir. Liheydan moddadır. Yalandan zəng edirlər amma. Şeyxi tərifləyir. Aydındır. Sadəcə, indi söhbətim uzundur belə, lakin kitab oxuya-oxuya oradan olan faydaları inşallah sizə qeyd edəcəm. Sadəcə Şeyx Hüseyminin sözünlə qutaraq söhbətimizi Şeyx Hüseyminə deyəndə Rahiməhullah'a Şeyx deyir ki, Rahiməhullah, yəni mühüm bir dənə incəlik orada, bir dənə incə məsələyə toxunur. Gör nə deyir Şeyx Rahiməhullah? Nə cavab verir? Albani Rahiməhullah alim, muhaddis. Albani alimdir, hədis alimidir. Fəqihdir, başa düşəndir. Və lə a'ləmu ləhu kələmən yədullu aləl-ircai əbədən. Onun bir dənə kəlməsi heç bilmirəm ki, hansı ki o kəlmə ircalıq ola bilər. Heç vaxt. Bir dənə kəlməsi ircalıq ola bilər. Hüseymin deyir, Rahiməhullah. Ləkin-əlləzinə yuridun. Və burada incəlidir. Şeyx bəzi şeyi orada aydınlaşdırır. Ləkin-əlləzinə yuridun ən yukəffirun nas. Lakin onlar ki, insanları təkfir eləmək istəyirlər. Yəqulun anhu və ən amsalihi. Deyirlər ki, onu barədə, onun misalında kişilər barədə deyirlər ki, murciə. Onu barədə və onun misalı olan onlara barədə deyirlər murciə. Şeyx deyir ki, insanlar bəziləri, o təkfirçilər, insanları təkfir eləmək üçün şeyxi və onun kimi olanları murciə deyirlər. فَهُمْ مِنْ بَابُ التَّقْلِبِ بِأَلْقَابِ السُّ Və bu da elə bir ki, o insanları pis ləqəblərlə çağırmaqdır, çəkindirmək üçün. وَأَنَا أَشْهَدُ Mən şahidlik eləyirəm. Şeyx Hüseymin deyir. Rahiməhullah. Şeyx Albani üçün. Vel-istiqamə ki, o düz yoldadır. Və səlamətül-mu'taqad və salamat əqidədədir. Bu, o kimlər ki, Şeyx Albani barədə murciə deyirlər, olan belin qırır. Və Şeyx Albani əlhamdülillah sələfidir. Və kim desə murciə artıq, xüsusən avamlar, artıq bilginən ki, o azıb. Şeyx Hüseymin, ola bilsin, indi gələcək qabaqda, Şeyx Hüseyminə deyəndə başqa cür deyib orada. Deyib ki, Şeyx Albaniyə murciə deyir, ya o bilmir murciəlikdədir, ya da o Şeyx Albaniyi tanımır. Bax, bugün, hələ bununla yanaq burada, İnşallah bu o kitabda olan faydalar, kitabda o müəllif də, o
köhnə o təkfirçi olub, o yazıb. Ona görə daha dəqiqdir, daha mötəbərdir. Deməli, hansı məsələləri toxunur? Hakimiyyə, əsas qaymaq, kalbasa da buna görə atılıb, hakimiyyə. Sonra müəyyən bir şəxsi təkfir eləmək mövzusu gələcək. Şeyxin mövqeyi, küfrün, nifaqın qismləri, sonra ixtiyal, terror və s. Parlamentə girmək məsələləri, demokratiya məsələləri, səhi minhəc, islahın yolları, münkəri inkar eləməyin yolları və namazı tərk eləyən hökmü, qaymaq. İnşallah bunlar gəlir, inşallah yavaş-yavaş hər günün, yəni, görək, nə qədər imkan olsa, toxunaraq, fayda üçün. Bunlar fayda üçün danışılar. Yaxşı qardaşlar, Allah bizə şey faydalardan etsin. Selamun aleyküm.